Üzr istəyirəm, deməli bir dəqiqə əvəz bölən yardımın dəqiq 11.000 əvvəl keçirilmişdi. İndiki 20.000 sizin son 2-3 gündə etdiyiniz yardımlar hesabına olubdur. 20.000 bu deməkdir ki, yəni 9.000 son 2-3 gündə olub yardım. Ondan əvvəl isə bir dəqiqə Məlahət xanımın kartında da olan məbləğə baxaq. Orada da qədər var idi. Çünki Məlahət xanımın kartı bloklanandan sonra 8.433'də oradaydı. Deməli 20.000 bu da 8.028 neredeyse 30.000'e yaxın. Artıq yaxınlaşır yardım. İnşallah ümid eləyək ki, lazım olan məbləğ istənilən onda yığışa bilər. Dostlar, biz bu yardım kampaniyasını elə bir hara gətirməliyik ki, buradan mən deyəndə ki, filan tədbirə pul lazımdır. Bir saatin içərisində 100.000 pul yığılsın ora, 1 milyon pul yığılsın. Fikrim çatır, 160 minlik bir ailə, 163.000'dən artıq. 163.000 adamın 100.000'ini qoyaq kənara, 60.000'i 1 manatdan, 60.000, 2 manatdan, 120.000, 3 manatdan, 180.000, 5 manatdan 300.000 manat pul eləyir. 5 manat heç bir ailənin büdcəsinə, ən kasıb adamın da büdcəsinə elə bir təsir eləməz. Amma o 5 manatda, 1 manatda bir yerə yığılanda cəmiyyət üçün o qədər faydalı işlər görmək mümkündür ki, mən sizə bir şey deyim, təsəvvür edin ki, elə sizinlə də onu məsləhətləşmək istəyirəm. Dostlarımız bəzən bu barədə müxtəlif fikirlərdə olurlar deyə. 100 adam iqtisadi ehtiyac içərisindədir. 100 adamın deyək ki, çörəyə ehtiyacı var bugün. Bu 100 adamın arasında da bir alim var ki, elmi yaradıcılıqla məşğuldur. İnsanları aclıqdan qurtarmağa, yeni iş yerlərinin açılması ilə bağlı hansısa bir elmi layihənin üzərində işləyir. Onun da ehtiyacı var. Əlimizdə 1000 manatımız var. 1000 nəfərdən 1999 çörəyə ehtiyacı var. Bir nəfərin də alimdir, 1000 manata ehtiyacı var ki, o işini tamamlaya bilsin, insanlara çörək verə bilsinlər. Sizcə 1000 manat necə bölünməlidir bu 1000 adamın arasında? Deyə bildim fikrimi. Bax, deyək ki, konkret olaraq, azərfilm olaraq mən bir iş aparıram. Ya Abamedia, Teymur İbnbəli bir iş aparır. Ki, xalqı maarifləndirək, təşkilatlandıraq, milləti bu zülmdən xilas edək ki, adamlar bu iqtisadi dözümsüzlük şəraitindən xilas olsunlar. Bugün mənim də kompüterə ehtiyacım var. Mən misal gətirəcəyəm Teymur bəyin Abamedia üzərindən. Teymur bəyin kompüteri mütləq dəyişməlidir, yenilənməlidir. Onun 3.000 dollara bugün ehtiyacı var. Sənin əlində 5.000 dolları var. Yardım edirsən, göndərirsən Teymur bəyə ki, Teymur bunu Qurban, nə bilim, Əli, Vəli, Pəli, bir 5-10 nəfərin adını ki, bunların arasında özün məsləhət bildiyin formada paylaş. Səncə bu pul necə bölünməlidir, necə paylaşılmalıdır? Siz necə məsləhət görərdiniz? Burada Elini Quruzada yazı alim adama olunmalıdır yardım. Evet, tamam doğru. Tam doğru. Dostlar, o çörəyə ehtiyac olan adam var aslında, ama bugün çörək versən də sabah verəməyəsən. Məşhur bir söz var, deyir ki, insanlara balıq yox, balıq verməyin. Balıq tutmağı öyrədin, özü tutacaq. İnsanlara sən günləri çörək verməklə onları xilas edə bilməzsən, əksinə onları ələ baxım öyrədirsən. Bəlkə bana pul verəcəklər, mən yaşayacağım da. Sən adama pul qazanmağı yolunu öyrətsən, o daha yaxşı olar. Və sən əlindəki o 1000 manatı, o 1000 adamın arasında 1 manat olmağına bölsən, o tam səmərəsiz bir iş olacaq. Hər bir manat yedir, sabah yenə artıq davam edir. Amma sonra 1000 manatı o alimin işinə qoysan, o alimin fəaliyyəti nəticəsində o 999 adam sabah çörək qazana biləcəklər.
Ona görə də millət, dostlar, bu məsələlərdə dəyərləri müəyyənləşdirməyi özü bacarmalıdır. Harada, kimə, necə yardım eləmək, kimə sahib çıxmaq. Bugün Azərbaycanda Əvəz Zeynallıya və də həbsxanada olan bizim qız jurnalistlərimizə, ümumiyyətlə jurnalistlərə, ziyalılarımıza sahib çıxmağımız azadlıqda olan milyonlarla az adama sahib çıxmaqdan vacibdir. Mən bunu belə düşünürəm. Bəlkə də səhv düşünürəm, mən belə düşünürəm. Deyə bildim fikrimi. Bugün təqib olunan, həbs olunan, xəstə olan ziyalıya, söhbət həqiqi ziyalıdan gedir, ha? Və Zeynal kimi ziyalıdan. Həbsxanada olan bizim jurnalist ziyalılarımızdan. 5-ci Respublika adına tutulan o cavan ziyalılarımızdan söhbət gedir ki, bu adamlara sahib çıxmaq mənim üçün azadlıqda olan milyonlarla acından ölən insana sahib çıxmaqdan 1000 dəfə vacib və dəyərlidir, faydalıdır. Siz necə düşünürsünüz? Mən düzmü düşünürəm? Bu milləti bu bəladan qurtarmaq üçün fəaliyyət göstərən bütün təşkilatlara, bütün adamlara yardım etmək lazımdır ilk növbədə. Amma yazıqlar olsun ki, bayaq dedim 20-ci ilin əvvəllərindən Məhəmməd Əmin Rastzadanın ailəsinin başına gələn o dəhşətlərdən sonra bizim xalqımız indi yavaş-yavaş öyrənir yardım eləməyi. Yadca gəlirsə 16-17 gün içərisində 80-90 min manat pul yığıb valideynəyə ev aldı millət. Və valideyn xanım heç bunu istəmirdi, arzulamırdı da. Mən dəfələrlə xahiş elədi, yox istəmirəm, adamların nə bilim imkanı yoxdur, utanıram, ayıbdır, eləməyin, nə bilim. Kimlərsə nə istifadə elə, nə elə mənim eləyim. Dedim, bu sənin işin deyil, valideyn xanım. Bu valideyn ananın ev problemi deyil, bu milli problemidir. Mən istəyirəm, yoxlayam, görəm, bu 163 minlik bir ailəmiz var, Azərfedim ailəsi. Bu ailə öz hesabından 1 manat, 10 manat, 1000 dolar bir arasa yardım edə bilir, yoxsa yox. Təşkilatına bilirik ən azı bu müqəddəs işdə, gözəl bir işdə bir araya gələ bilirik, yoxsa yox. Bu bir təcrübədir, mən istəyirəm sınaqdan çıxaram. Şükür Allaha, Azərfedim ailəsi olaraq o sınaqdan alın açıq çıxdıq və ümid edirəm ki, millət olaraq bu dəfə də Əvəz Zeynallının müalicəsi ilə bağlı alnımız açıq olar inşallah. Mənim buna şübhəm yoxdur. Dostlar, amma hələ də mən istəyən kimi deyil, arzu olunan səviyyədə deyil. Əvəz Zeynallı müalicə almalıdır. Müalicə də çox bahalı müalicələrdir. Gərək bir gün içərisində, 2 gün içərisində milyonların, 100 binlərlə pul yığılardı. Ya bizim səsimiz xalqa çatmır, ya da xalq hələ də o biz deyən səviyyə gəlib çatmayıb.